Mən sizə tarixdə mühüm rol oynayan türk xanımları haqqında hərdən məlumat verirəm. Lakin öz hesabına türk əsgərlərini əsirlikdən azad edən türk xanımı haqqında bilirdinizmi? Videomuza dəstək olmağı, axıra qədər izləməyi unutmayın. O, Əhləşah hökmdarı 2-ci Sökmənin arvadı Şahbanu xanımı idi. Əhləşah dövləti tarixdə ya Ərmənşahlar, bəzən də Sökmənlər dövləti kimi də anılır. Dövlət 1107-ci ildə yaranmış, 1207-ci ilə qədər mövcud olmuş, Əhlət və Van hövzəsini əhatə etmişdir. Onu da deyim ki, onun dövlətin əsasını qoyan Sökmən Əl-Qütbi vaxtilə Çağrı bəyin oğlu Yaqutinin qulamı olmuşdur. 1100-cü ildə həmin ərazidə ona iqd olaraq verilmiş və o da burada öz dövlətini qurmuşdur. Onun hakimiyyəti sənətçilərə qarşı mübarizə şəraitində keçmiş və 1111-ci ildə onlara qarşı mübarizədə də öldürülmüşdür. Lakin Əhləşahların əsas mübarizəsi gürcülər və onların ərazi iddiasına qarşı idi və belə bir vəziyyətdə onlar gah Şəddadilər, gah da Saltuqlularla birləşərək gürcülərin ərazi iddialarına qarşı mübarizə aparmışdılar. İlk toqquşma 1125-ci ildə olmuşdu. Bu zaman Əhləşahlar məğlub olmuşdu. Lakin bundan sonra Əhləşahlar daima gürcülər üzərində üstünlük qazanmışdılar. 1154-cü ildə gürcü hökmdarları ani uğrunda mübarizədə Saltuqlu hökmdarı İzzəddin Saltuqlu məğlub etmişdilər və ordusu ilə bir yerdə əsir almışdılar. Onları anidən vurub çıxardan Əhləşah hökmdarı 2-ci Sökmən gürcülərdən həmin əsirləri xilas edə bilməmişdi. Çünki tez geri çəkilən gürcülər əsirləri də özləri ilə aparmışdılar. Belə bir vəziyyətdə o 100 min dinar verərək İzzəddin Saltuq və əyanlarını özü ilə əsirlikdən çıxartmışdı. Lakin onun arvadı Şahbanu bununla razılaşmadı. Öz hesabına pul verərək və əhalidən pul toplayaraq türk əsgərlərini də gürcülərin əsirliyindən xilas etmişdi və türkün əsirlikdə olmasının düzgün olmadığını öz ərinə açıq şəkildə bildirmişdi.